Salam, belə bir loqaritmik suala da baxaq. Qəbul sualıdır. Deməli, burada diqqətli olmamız nədir? Əvvəlcə istəyirəm bir misala yaxşı-yaxşı baxaq. Baxın, burada aşağıda 48 əsasdan 2-dir. Əgər mən bunu sürətə çıxartmaq istəsəm, onda mən yazmalıyam, yerlərini dəyişib yazmalıyam, düzdürmü? Loqaritm 2 əsasdan 48. Çıx, loqaritm 2 əsasdan 96 vur. Yenə bunu sürətə çıxartmaq istəyirəmsə yazacağım 2 əsasdan 12. İstəyirəm yaxşı-yaxşı baxaq. 24, 96, 24 vur 4'dür. Üstüne yazıram 24 vur 4. 48, 12 vur 4'dür. Burada da 12 var, diqqətli olsun. O zaman biz bunları bilirik ki, vurmadırsa cəm şəklində yaza bilərik. Loqaritma 2 əsasdan 24 vurulsun. Baxın, burada vurmadırsa mən bunu ayrı-ayrılıqda cəm şəklində 2 əsasdan 12, üstə gəl 2 əsasdan 4 yazacağım. Çıx. İndi yenə eyni qayda ilə elə ki, loqaritm 2 əsasdan 12-ni yazaq. Vurulsun. 24 vur 4'ü cəm kimi yazacağım. Loqaritma 2 əsasdan 24, üstə gəl loqaritma 2 əsasdan 4 bərabərdir. Əvvəlcə mötərizənin içərisinə vursaq, bunu da cavabı bilirik də, loqaritm 2 əsasdan 4 2-ni verir. Yəni 2-nin üstündə nə 4 eləyir? 2, cavab 2. Burada da yenə loqaritm 2 əsasdan 4-ün cavabı 2-dir. Loqaritm 2 əsasdan 24-ü loqaritm 2 əsasdan 12-yə vursaq, loqaritma 2 əsasdan 24 vur loqaritma 2 əsasdan 12, üstə gəl 2 vurulsun loqaritma 2 əsasdan 24 çıxılsın. Yenə eyni qaydada vursaq, loqaritma 2 əsasdan 12 vur loqaritma 2 əsasdan 24. Yenə vursaq, sadəcə mənfini vurduğuma görə çıx, 2 loqaritma 2 əsasdan 12 alınacaq. Bunlar baxın çıxdı. Əks işarəlidir, getdilər, bərabərdir. Qaldı 2 vurulsun loqaritm 2 əsasdan 24 çıxılsın, 2 vurulsun loqaritm 2 əsasdan 12. 2-ni də mötərizə xaricinə çıxarsaq, 2 əsasdan 24 çıx, 2 əsasdan 12 alınacaq. Əsaslar eynidir, ortada çıxmadısa biz bunu bölmə kimi yaza bilərik. 2 əsasdan 24 bölünsün 12. 24-ü 12 böləndə 2 eləyir, loqaritm 2 əsasdan 2 də 1 eləyir. 2-ni də 1-ə vuranda cavabımız olacaq 2. Oldu misalımızın doğru cavabı 2.